Hakkınızı mənə halal eləyin. Elə demə. Biz, sən bilərsən ki, bu efirə zəng vuran o qədər xanımlar oldu, o qədər analar oldu ki, sənə görə narahat oldular. Sənin dostların sənə görə narahat oldu. Amma sən güclü qadınsan, Rəqsanə. Sən çünki hər zaman öz ayaqlarının üstündə durmuşsan. Bu göz yaşları əslində sevinç göz yaşlarıdır. Bilirsən niyə? İnsan bəlkə başa düşəndə öz dostunu, düşmanını daha yaxşı tanıyır. Mən əfsuslar olsun ki, illərlə Rəqsanə ilə dostluq edən bəzi aparıcılarımız, bəzi ifaçılarımız, Rəqsanəyə maşallah heç nəyə ehtiyacı yox idi sizdən. Onun dağ boyda qızı var ki, hansı ki gecəsini gündüzünə saldı. Bir gözü ağlayıb, bir gözü güldü, amma o anasını, balasını belə tek qoyaraq anasının yanında oldu. Amma sən bilsən necə insansan, mən səninlə işləməyimdən başqa, mən səni içimdən tanıyıram. Mən hiss edirdim ki, sən bizə baxırsan. Və mən bunu, hissiyatım mənə bunu deyirdi ki, Rəqsanə bu dəqiqə umur ki, onun adı çəkilsin. Amma sən bir şey də bil ki, bu xalq səni nə qədər sevirmiş. Başa düşürsən? Ona görə də mənə elə gəlir ki, hər şey pis günlər dalda qaldı. Allah böyükdür.